Salam əziz şagirdlər, bugün sizlərlə Namazov qiymətləndirmə testindən kiçik summativ qiymətləndirmə nömrə 6-nın A variantının izahlarına baxacağıq. Birinci sualdan başlayaq. Birinci sualda deyilir ki, qonşu bucaqlardan biri 152 dərəcə olarsa, ikinci bucağı tapın. İlk olaraq şəkili çəkək. Şəkildə gördüyünüz bucaqlar qonşu bucaqlardır. Bu bucaqlardan biri 152 dərəcədir. Böyük bucağı, yəni kör bucağı 152 dərəcə olarsa, ikinci bucağı tapaq. İkinci bucağı bilmədiyimizə görə alfa ilə işarə edək. Bilirik ki, qonşu bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Ona görə də 152 üstə gəl alfa bərabərdir 180 yazırıq və bu tənliyi həll edib alfanın qiymətini tapırıq. Alfa bərabərdir 180 çıxılsın 152. Alfa bərabərdir 28 dərəcə. Yəni ikinci bucaq 28 dərəcədir. Cavab D variantı. Keçək ikinci suala. İkinci sualda deyilir ki, qonşu bucaqlardan biri digərindən 12 dərəcə böyükdür. Böyük bucağın dərəcə ölçüsünü tapın. Qonşu bucaqları çəkirik. Biri digərindən 12 dərəcə böyükdür. Biri alfa olarsa, digəri alfa üstə gəl 12 dərəcə olar. Çünki biri digərindən 12 dərəcə böyükdür. Və biz bilirik ki, qonşu bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Bu bucaqları cəmləyib 180 dərəcəyə bərabər edirik. Alfa üstə gəl 12, üstə gəl alfa bərabərdir 180-a. Bu tənliyi həll edib alfanın qiymətini tapırıq. 2 alfa bərabərdir 180 çıxılsın 12. Tənliyin həll etmə qaydasını bilirsiniz. Tənliyi həll edən zaman ədədlər bir tərəfə, dəyişənlər isə bərabərlikdən bir tərəfə yığılır. Və bunu da bilirik ki, əgər ədəd və yaxud da dəyişən bərabərliyin bir tərəfindən digər tərəfinə keçsikdə işarəsinin əksinə olaraq dəyişir. Ona görə də 12 bərabərliyin sol tərəfindən sağ tərəfinə keçdiyi üçün işarəsini dəyişdi. 2 alfa bərabərdir 180-dan 12-ni çıxırıq 168. Alfa da bərabərdir 84 dərəcəyə. Daha sonra böyük bucağın dərəcə ölçüsünü istəyir bizdən. Alfa əgər 84-dürsə, bu bucağın ölçüsü 84 olar. Ona qonşu olan digər bucağın ölçüsünü müəyyən etməliyik. Bunun üçün 84-ün üstünə 12 gəlirik 96. Deməli, böyük bucaq 96 dərəcə edir. Cavab B variantı. Üç nömrəli suala baxaq. 3 nömrəli sualda deyilir ki, iki qarşılıqlı bucağın cəmi 132 dərəcədir. Bu bucaqlardan birinə qonşu olan bucağın dərəcə ölçüsünü tapın. Biz bilirik ki, qarşılıqlı bucaqlar bərabər olur. Yəni, əgər bir bucaq alfa olarsa, ona qarşılıqlı olan digər bucağın da dərəcə ölçüsü alfa olar. Və bu bucaqların cəmini bizə 132 dərəcə verib. Ona görə də alfa ilə alfanın cəmi 132 dərəcə edir. Tənliyi həll edib alfanı tapırıq. 2 alfa bərabərdir 132. Buradan tapırıq ki, alfa bərabərdir 132 böl 2, yəni 66. Alfa 66 dərəcədir. Daha sonra bizdən nə istəyir? Bu bucaqlardan birinə qonşu olan bucağın dərəcə ölçüsünü tapın. Bucaqlardan hansını götürməyimizin fərqi yoxdur. Çünki hər iki bucaq bərabərdir. Yəni, hər ikisinin dərəcə ölçüsü 66 dərəcədir. 66 dərəcəli bucağa qonşu olan bucağın dərəcə ölçüsünü tapmalıyıq. Biz bilirik ki, qonşu bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Yəni, alfaya qonşu olan digər bucağı beta ilə işarə eləsək, bu zaman alfa ilə betanın cəmi 180 dərəcəyə bərabər olar. Alfa da 66 dərəcə olduğuna görə 66 üstə gəl beta bərabərdir 180. Buradan da betanı tapırıq. Beta bərabərdir 180 çıx 66. Beta bərabərdir 114 dərəcə. Yəni ki,
66 dərəcəli bucağa qonşu olan bucağı tapdıq ki, dərəcəsi 114 dərəcədir. Cavab C variantı. Keçək 4 nömrəli suala. 4 nömrəli sualda şəkilə diqqət yetiririk. Şəkildə gördüyümüz kimi bizə verilən bucaqlar qonşu bucaqlardır. Biz bilirik ki, qonşu bucaqların da cəmi 180 dərəcəyə bərabərdir. Bu bucaqları cəmləyib 180 dərəcəyə bərabər edirik. 4x çıx 49 üstəgəl 2x üstəgəl 73 bərabərdir 180 dərəcəyə. Buradan da tənliyi həll edib x-in qiymətini tapırıq. Tənliyin sol tərəfini sadələşdirək. 4x üstəgəl 2x alınır 6x. Mənfi 49 üstəgəl 73. Mənfi 49-un üstünə 73 gələndə alınır 24. Üstəgəl 24. Daha sonra bərabərdir 180 dərəcəyə. Buradan da tənliyi həll edib x-in qiymətini tapırıq. 6x bərabərdir 180 çıxılsın 24. 6x bərabərdir 180-dan 24 çıxdıqda qalır 156 dərəcə. X isə bərabərdir 156-nı bölürük 6-ya 26. Cavab B variantı. 5 nömrəli tapşırıq ilə davam edək. AB bərabərdir 18 cm, CD bərabərdir 3,5 cm olarsa OD parçasının uzunluğunu tapın. OD parçasının uzunluğunu tapmaq üçün biz OC parçasının üzərinə CD parçasını gəlməliyik. Yəni OD bərabərdir OC üstəgəl CD olur. CD parçasının uzunluğunu bilirik 3,5 cm. Bizə məlum olmayan OC-nin uzunluğudur. OC-nin uzunluğunu tapmalıyıq. Bizə AB məsafəsini 18 verib. Yəni çevrənin diametrini 18 verib. Çevrənin diametri 18 olarsa, D bərabərdir 18 olarsa, bu zaman R nəyə bərabər olar? R 9-a bərabər olar. Çünki diametr 2R-ə bərabərdir. D bərabərdir 2R. Yəni 18 2R-ə bərabərdirsə, buradan R-i tapmaq üçün 18-i 2-yə bölürük. Radiusu tapdıq 9. Çevrənin radiusu 9 olarsa, deməli, burada çevrənin 3 dənə radiusu çəkilib. OA, OB və OC. Hər üçü çevrənin radiuslarıdır. Deməli, hər üçünün də uzunluğu 9 cm olar. OA bərabərdir OB bərabərdir OC. Hər biri də 9 cm. Və beləliklə OC məsafəsini tapmış olduq. Daha sonra OD-ni tapmaq üçün OC-nin üzərinə, yəni 9-un üzərinə CD, yəni 3,5-i gəlirik. Və alınır 12,5. Cavab A variantı. Keçək 6-cı suala, 6 nömrəli tapşırığa baxaq. Deməli, AOB mərkəzi bucağının söykəndiyi AB qövsü dairənin 12də 5-ini təşkil edir. AB bucağının dərəcə ölçüsünü tapın. AOB mərkəzi bucağının söykəndiyi qövs, AB qövsü dairənin 12də 5-ini təşkil edir. Dairə neçə dərəcə olur? 360 dərəcə. Biz, deməli, AB qövsünün dərəcəsini müəyyən etmək üçün 360-ın 12də 5 hissəsini tapmalıyıq ki, bilək ki, AB qövsünün dərəcəsi nə qədərdir? 360-ın 12də 5 hissəsini tapmaq üçün biz 360-ı 12də 5-ə vurmalıyıq. Ədədin hissəsinin tapılması qaydasıdır. Ədədin hissəsini tapmaq üçün ədədi hissə göstərən kəsrə vururuq. Yəni 360-ı vururuq 12də 5-ə. 360-ı 12də 5-ə vurmaq üçün ədədi kəsrə vuran zaman demişik ki, ədəd kəsrin sürətində yazılır. 360 vur 5 böl 12. 12 ilə 360 ixtisar gedir 12 12-yə bir dəfə, 360 12-yə 30 dəfə. 30-u da sürətdə qalır 30 vur 5, yəni 150, məxrəcdə 1. 1-də 150, bu da 150-yə bərabərdir, çünki kəsr xətti bölmə əməlidir. 150-ni 1-ə böldükdə qalır 150 dərəcə. Deməli, biz AB qövsünü tapdıq. AB qövsü oldu 150 dərəcə.
Bizdən isə nəyi soruşur? AOB bucağının dərəcə ölçüsünü soruşur. Biz bilirik ki, mərkəzi bucağın dərəcə ölçüsü söykəndiyi qövsün dərəcə ölçüsünə bərabər olur. Yəni AB qövsünün dərəcə ölçüsü AOB mərkəzi bucağının dərəcə ölçüsünə bərabər olur. Əgər AB qövsü 150 dərəcə olarsa, onda deməli AOB mərkəzi bucağı da 150 dərəcə olar. AOB bucaq AOB də bərabər olar 150-yə. Cavab D variantı. Keçək 7 nömrəli tapşırığa. 7 nömrəli tapşırıqda deyir ki, AM bərabərdir 2,5, MB bərabərdir 7,5, CM bərabərdir 3 olarsa, MD-ni tapın. Şəklə diqqət yetirək. Şəkildə nə görürük? Çevrə daxilində kəsişən 2 vətər. Kəsişən vətərlərin xassəsi var. Bu xassəyə əsasən bu sualı yaza bilərik. Xassəyə görə AM vurulsun MB bərabər olmalıdır. CM vurulsun MD. Dediyimi qeyd edirəm. AM vurulsun MB bərabər olmalıdır. CM vurulsun MD. Deməli, AM məsafəsi bizə verilib. AM məsafəsi 2,5 cm. MB məsafəsi verilib 7,5 cm. CM məsafəsi verilib 3 cm və bizdən soruşulur MD məsafəsi. Bütün verilənləri bu düsturda yerinə qoyuruq. Yerinə qoyub MD məsafəsini tapırıq. 2,5 vurulsun 7,5. 18 tam %75 alınır. Bərabərdir 3 vur MD. MD məsafəsini tapmaq üçün biz 18 tam %75-i bölürük 3-ə. 18 tam %75-i bölürük 3-ə. Alınır 6 tam %25 santimetr. Cavab C variantı. Keçək 8 nömrəli tapşırığa. 8 nömrəli tapşırıqda bizə deyilir ki, diametri 42 cm olan çevrənin mərkəzindən 33 cm məsafədə yerləşən nöqtədən bu çevrəyə qədər ən uzaq məsafəni tapın. Deməli, çevrə çəkirik. Çevrə çəkək. Daha sonra diametri 42 cm olan bir çevrədir. D bərabərdir 42. Bu zaman R nəyə bərabər olar? Biz bilirik ki, diametr 2R'ə bərabərdir. D bərabərdir 2R. Diametrdə 42 olduğu üçün 2R bərabərdir 42 yazıb bu tənliyi həll edirik. R'i də tapmaq üçün təbii ki 42-ni 2-yə bölürük, alınır 21 cm. Çevrənin radiusu oldu 21 cm. Daha sonra deyir ki, mərkəzdən 33 cm olan məsafədə nöqtədən bu çevrəyə qədər ən uzaq məsafəni tapın. Mərkəzdən 33 cm məsafədədir. Hər hansı bir nöqtədir. Mərkəzdən 33 cm məsafədə yerləşir. Çevrənin radiusu, baxın. Çevrənin radiusu. Yəni bu hissə neçə santimetrdir? 21 santimetrdir. Bu qara rənglə işarələdiyim hissədə mərkəzdən həmin nöqtəyə qədər olan məsafədir. Bu məsafə də bütövlükdə 33 santimetrdir. Deməli, biz çöldə qalan məsafəni tapmaq üçün nə etməliyik? 33-dən 21-i çıxmalıyıq. Alınır 12. Bu məsafə 12 santimetr olur. Daha sonra mərkəzindən 33 cm məsafədə yerləşən nöqtədən bu çevrəyə qədər ən uzaq məsafəni tapın. Bu nöqtədən çevrəyə qədər nöqtəni başqa rənglə işarə edeyim, daha aydın görünsün. Nöqtə buradadır. Nöqtədən
çevrəyə qədər ən qısa məsafə soruşulsaydı əgər, biz bu məsafəni götürərdik. 12 santimetr. Amma çevrəyə qədər ən uzun məsafə dediyinə görə ən qısası 12-dir. Ən uzununu tapmaq üçün biz buradan bura qədər məsafə götürməliyik. Bu da çevrəyə qədər olan məsafədir, amma ən uzun məsafədir. Bu göy xəttlə, göy rənglə işarələdiyim məsafəni tapmalıyıq. Bunu tapmaq üçün də bizə hansı hissə lazımdır? Baxın, narıncı rənglə işarələdiyim hissə lazımdır. Çünki qalan hissənin uzunluğunu bilirik. Qalan hissənin uzunluğu 33 santimetrdir. Bu narıncı rənglə işarələdiyim hissədə gördüyünüz kimi çevrənin radiusudur. Mərkəzdən çevrəyə qədər olan məsafədir. Radiusu tapmışdıq 21. Deməli, bu məsafə də 21-dir. 21. Biz bu nöqtədən çevrəyə qədər ən uzun məsafəni tapmaq üçün deməli radiusları toplayırıq. Yəni diametri üstə gəl 12 məsafəsini tapmalıyıq. Diametri oldu 42, üstə gəl 12. Alındı 54. Cavab B variantı. 9 nömrəli tapşırığa baxaq. Şəkildə 2 konsentrik çevrə verilmişdir. Daxildə yerləşən çevrənin diametri 12 cm, halqanın uzunluğu 3 cm olarsa, xaricdə yerləşən çevrənin radiusunu soruşur. Konsentrik çevrələr mərkəzləri üst-üstə düşən və radiusları müxtəlif olan çevrələrdir. Şəkildə gördüyünüz kimi iki çevrənin də mərkəzi üst-üstə düşüb və radiusları müxtəlifdir. Ona görə bu çevrələr konsentrik çevrələrdir. Daxildə yerləşən çevrənin diametri 12 cm-dir. Daxildə yerləşən çevrənin diametri 12 cm-dirsə, bu çevrənin radiusu 6 cm olar. Çünki D bərabərdir 2R düsturuna əsasən yaza bilərik ki, 12 bərabərdir 2R. Buradan R-i taparıq 6. Daxildə yerləşən çevrənin radiusu 6 cm-dir. Və halqanın qalınlığını bizə 3 cm verib. Halqanın qalınlığı bu məsafədir, baxın. 3 cm-dir. Və bura 3 cm olarsa, çevrənin, böyük çevrənin, yəni xaricdə yerləşən çevrənin radiusunu biz tapmalıyıq. Necə taparıq? Baxın, xaricdə yerləşən çevrənin radiusunu çəkdim. Bu halqanın qalınlığı 3 cm-dir. Daha sonra kiçik çevrənin radiusu da 6 cm-dir. Deməli, xaricdə yerləşən çevrənin radiusunu tapmaq üçün də biz 3 ilə 6-nı toplamalıyıq. 3 üstə gəl 6 bərabərdir 9. Xaricdə yerləşən çevrənin radiusu 9 cm olur. Cavab A variantı. 10 nömrəli tapşırığa baxaq. Diametrləri 28 və 16 cm olan iki çevrə daxildən bir-birinə toxunur. Bu çevrələrin mərkəzləri arasındakı məsafəni tapın. Daxildən toxunan çevrələrin mərkəzləri arasındakı məsafəni tapmaq üçün böyük çevrənin radiusundan kiçik çevrənin radiusu çıxılır. Yəni, böyük R çıx kiçik R bərabərdir. Deməli, böyük çevrənin diametri bizə 28 cm verilib. Diametri 28 cm verilib. Bu zaman böyük çevrənin radiusu nəyə bərabər olar? Bilirik ki, D bərabərdir 2R olur. Bu da 28-ə bərabər eləsək, buradan R-i 14 tapırıq. Daha sonra D bərabərdir 2R bərabərdir 16 cm. Buradan da R-i tapırıq 8 cm. Kiçik R də 8 cm olur. Deməli, biz bu məsafəni tapmaq üçün 14-dən 8-i çıxmalıyıq. Cavab da eləyir 6 cm. C variantı. 11 nömrəli tapşırığa baxaq. Radiusları 10 və 15 cm olan iki çevrə kəsişir. Bu çevrələrin mərkəzləri arasındakı məsafənin ala biləcəyi ən böyük tam qiyməti tapın. Belə bir qayda var ki, əgər çevrələr kəsişirsə, onların mərkəzləri arasındakı məsafə onların radiuslarının cəmindən kiçik olmalıdır. Yəni, mərkəzlər arasındakı məsafəni L ilə işarə etsək, L kiçik olmalıdır 10 üstə gəl 15-dən. L kiçik olmalıdır 25-dən. L, yəni mərkəzlər arasındakı məsafə 25-dən kiçik ədədlər ola bilər. Amma bizə verir ki, mərkəzlər arasındakı məsafənin ala biləcəyi ən böyük qiymət tapın.
Elin ən böyük qiyməti 24 edir. Yəni 25-dən kiçik tam ədədlər içərisində ən böyük tam ədəd 24-dür. Elin də ən böyük tam qiymətini soruşur. Cavab B variantı. 12 nömrəli tapşırığa baxaq. Fiqurun neçə simmetriya oxu var? Fiqurun simmetriya oxu nədir? Onu bilməliyik. Simmetriya oxu o oxa deyilir ki, fiquru həmin ox boyunca qatlasaq, fiqurun bütün nöqtələri üst-üstə düşməlidir. Məsələn, bu ox. Bu fiqurun simmetriya oxudur. Bu ox boyunca fiquru qatlasaq, bütün nöqtələri üst-üstə düşər. İkinci ox da bu oxdur. Bu ox boyunca da qatlasaq, bütün nöqtələr üst-üstə düşər. Başqa bir simmetriya oxu yoxdur. Yəni, cavab B variantı 2. 13 nömrəli tapşırığa baxaq. Uzunluğu 162 desimetr olan çevrənin radiusunu tapın. Çevrənin uzunluğu düsturunu bilirik. C bərabərdir pi d. Burada da d-nin yerinə 2r qoysaq, çünki d bərabərdir 2r olur. Olar c bərabərdir 2 pi r. Yəni, çevrənin uzunluğunun 2 düsturu var. Pi d və 2 pi r. Deyir ki, uzunluğu 162 desimetr olan çevrənin radiusunu tapın. 2 pi r-i bərabər edirik 162. Çünki uzunluq 162-yə bərabərdir. Burada pi-nin qiymətini bizə verib. Diqqət yetirin ki, pi-nin təqribi qiymətini üst verib. Biz bu pi-nin qiymətini də yerinə qoymalıyıq. 2 vur 3 vur r bərabərdir 162. Buradan r-i tapırıq. R bərabərdir 162 bölünsün 6. 162-ni də 6-ya böləndə 27. Cavab D variantı. 14 nömrəli tapşırığa baxaq. Qonşu bucaqlar üçün uyğunluğu müəyyən edin. 1, 2, 3. Birdən başlayaq. Biri o birindən 32 dərəcə böyükdür. Qonşu bucaqların cəmi bilirik ki, 180 dərəcədir. Əgər biri o birindən 32 dərəcə böyükdürsə, bu zaman birinə x, digərinə isə x üstə gəl 32 deyə bilərik. Və bilirik ki, bunların cəmi 180 dərəcəyə bərabərdir. Bunları cəmləyib 180-da bərabər edirik. x üstə gəl 32 bərabərdir 180. 180. Daha sonra 2x bərabərdir 180 çıxılsın 32. 2x bərabərdir 148. X də bərabərdir 148-i bölürük ki, 74-dür. Deməli, bucaqlardan kiçiyi 74-dür, biri 74-dür, digəri də 74 üstə gəl 32, yəni ki 106. Biri 74-dür, digəri də 106-dır. Böyüyü 106, kiçiyi 74-dür. 1-ə Y variantı və B variantı gedir. 1-ə B və Y gedir. Daha sonra növbə ilə digərlərini yoxlayaq. 3-də deyir ki, nisbəti 2/7 kimidir. Nisbətləri 2/7 kimidir və cəmi də 180 dərəcəyə bərabərdir. Ona görə yaza bilərik ki, 2k üstə gəl 7k bərabərdir 180. Bu tənliyi həll edirik. 9k bərabərdir 180. Buradan k-nı tapırıq. K bərabərdir 20. K 20-dirsə, bucaqların hər birini tapmalıyıq. Birinci bucaq 2k idi, ikincisi də 7k. K 20-dirsə, birinci bucaq 2 vur 20, yəni 40 dərəcə. İkincisi də 7 vur 20, yəni 140 dərəcə olar. Kiçik 40 dərəcə, böyük 140 dərəcə. 3-ə gedir A variantı. Təkcə A variantı gedir. Keçək 2-yə. 2-də düzgün oxunma, əslində düzgün yazılmayıb. Həll edək, baxaq hansı uyğun gedir. Yazıb ki, biri o birindən 80%-dir. Bəlkə yazılmaq istəyi biri o birinin 80%-dir və yaxud da biri o birindən 80% böyükdür. Hər iki formada ola bilər, hər ikisini yoxlayaq. Biri o birindən 80% böyükdür. İlk öncə bunu yoxlayaq. Yox. Biri o birinin 80%-dir. Gəlin bunu yoxlayaq. Əgər bucaqlardan biri x olarsa,
Digəri x-in 80% olar. X-in 80% neçədir? Tapmaq istəyirsinizsə, x-i vursunuz 80-ə, bölürsünüz 100-ə. Ədədin faizinin tapılması. İxtisar aparırsınız. 80 20-yə 4 dəfə, 120-yə 5 dəfə qalır. 4x bölünsün 5. Yəni 0,8x. Daha sonra nə edirik? Biri x-dir, ikincisi isə 0,8x-dir. Və bunların cəmi nəyə bərabərdir? 180-a. X üstə gəl 0,8x bərabərdir 180. Buradan tapırıq ki, 1,8x bərabərdir 180. X nəyə bərabərdir? X bərabərdir 100-ə. 180-ı bölürük 1,8-ə, alınır 100. Deməli, x 100-dür. 0,8 x isə 0,8 vur 100, yəni 80 dərəcə. Bucaqlardan biri 80 dərəcədir, digəri 100 dərəcədir. Çünki bucaqlardan birini x, digərini isə 0,8 x götürmüşdük. Kiçiyi olur 80 dərəcə, böyüyü də 100 dərəcə. C və D-də 2-yə gedir. Deməli, həqiqətən də 2 belə yazılıb. Biri o birinin 80%'dir. Belə yazılmalıymış. Biri o birindən yox, biri o birinin 80%'dir. Sonuncu 15 nömrəli tapşırığa baxaq. Radiuslu çevrələr üçün uyğunluğu müəyyən edin. 1, 2, 3. Baxaq nə uyğun gedir. Hansı variantlar uyğun gedir. 1-də yazıb ki, radius 12,5'dir. Bu çevrələr üçün variantlara baxırıq, uzunluq və diametrləri tapmalıyıq. Əgər çevrənin radiusu 12,5-dirsə, bunun ilk öncə diametrini tapaq. Diametr bərabərdir 2r olduğunu bilirik. Bərabərdir, r-i yerinə qoyuruq, 2 vur 12,5. Alınır 25. Deməli, çevrənin diametri 25-dir. 1-ə uyğun gedir C variantı. Daha sonra radiusu 12,5 olan çevrənin uzunluğunu tapaq. Uzunluğun da soru 2 pi r. R-in qiymətini yerinə qoyaq. 2 vur pi vur 12,5. Buradan da alınır 25 pi. Uzunluğu 25 pi'dir. Y variantı. 1'ə C və Y variantları gedir. 2 və 3'ü yoxlayaq. 2'də yazıb ki, radiusu 14. Radiusu 14'dirsə, bu zaman diametr nə olur? Radiusu 14'dirsə, diametr olur 2 vur 14, yəni 28. Uzunluq da olur 2 vur pi vur 14, yəni 2 pi r-i daxildir. 14. Bu da bərabər olur 28 pi. Hansı variant gedir? B variantı. Daha sonra diametri 28'dir. Belə variant yoxdur. Belə variant yoxdur. Deməli 2'yə 1 dənə variant gedir, o da B variantı. 3'ə baxaq. 3'də radiusu 13'dür. Radius 13 olarsa, diametr təbii ki 2 vur radius olduğuna görə diametr olar 26. Diametri 26'dır. Hansı gedir? D variantı gedir. Daha sonra uzunluğunu tapaq. Radiusu 13 olan çevrənin uzunluğunu tapaq. 2 pi r bərabərdir. 2 vur pi vur 13 alınır 26 pi. Hansı variant? A variantı.